Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif Azərbaycan dili iş dəftərinin səhifə 31 və 32-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. A tapşırığında deyir ki, aforizmləri oxu, uyğun mühakimələr yaz. Aforizmlər qüvvət elmdədir. Başqa cür heç kəs üstünlük eləyə bilməz. Nizami Gəncəvi. Mühakimə hər kəs yalnız öz biliyi, bacarığı ilə uğur qazana bilər. Nizami Gəncəvi demişdir, bir elmi öyrənmək istədikdəsən, çalış ki, hər şeyi kamil biləsən. Mühakimədə yazarıq. Nə öyrənmək istəyirsənsə, onu hər tərəfli araşdır, mükəmməl öyrən. Maraqlanıb soruşmaq bir əldə etməyin yarısıdır. Məhəmməd Peyğəmbər. Nəyi isə öyrənmək istəyirsənsə, maraqlanıb soruş. Yəni budur bunun mühakiməsi. Seyid Əzim Şirvani demişdir. Təhsil xəzinədir, əmək onun açarı. Savadlı olmaq üçün zəhmət çəkmək lazımdır. Kim öz uğuruna inanırsa, gec-tez onu əldə edəcək. Deyə bilərik ki, hər kəs özünə inansa, hər şeyin üstəsindən gələ bilər. İnsan özünə inansa, hər şeyin üstəsindən gələ bilər. Keçək səhifə 32-yə. 4 ətrafında deyir ki, nöqtələrin yerinə uyğun zərflər əlavə et. Sözlər bunlardır. Gündən günə, sakitcə, içəri qəflətən üzbəüz. 1. Zərfə parkda oynamırdı. Sakitcə dayanıb baxırdı. 2. Qapı qəflətən döyüldü. İçəri bir uşaq girdi. 3. Biz onunla küçədə üzbəüz gəldik. 4. Tut ağacı gündən günə böyüyüb qol budağı qatırdı. Və söz birləşmələrində zərflərin altından xətt çək, uyğun xanada yaz. Aha. Birincidə nə yazıblar? Asta yazıblar. Dost olmaq, asta vermək. 2. Bəri baxmaq, dərd çəkmək. Hara baxmaq, bəri baxmaq. İkincidə yazırıq bəri. Bərinin altından xətt çəkirik. 3. Dəmir qapı, aşağı düşmək, aşağı. Üçüncüdə yazırıq aşağı. Dördüncüdə səhər oyanmaq, şəkil çəkmək. Səhər nə vaxt oyanmaq? Səhər oyanmaq. 5. Maraqlı kitab, aramla danışmaq. Necə danışmaq? Aramla danışmaq. 6. Arıq uşaq, indi oynamaq. Necə uşaq? Arıq uşaq. Yox, indi oynamaq. Nə vaxt oynamaq? İndi oynamaq budur. 7. İrəli keçmək, sərin su. Hara keçmək? İrəli keçmək. Hamısını yazdı. C. Altından xətt çəkilmiş sözlərin sualını uyğun xanada yaz. 1. Mağazaya xeyli yeni kitab gəlib. Burada yazıblar, saydın və nə qədər sualına cavab verir. 2. Xeyli danışdı, ancaq başa düşmədim. Zərfdir, çünki xeyli, nə qədər danışdı? Xeyli danışdı, zərf. Nə qədər? Çünki hərəkətini bildirir, əlamətini. 3. Elnara muğamı gözəl oxuyur. Bu da zərfdir, necə sualına cavab verir? 4. Onun gözəl səsi var. Burada gözəl sifətdir, necə sualına cavab verir? 5. Yayda tez-tez dənizə gedirik. Zərfdir bu, nə vaxt sualına cavab verir? 6-da yay çox keçdi. Yay burada isimdir, nə sualına cavab verir? Belə dostlar, bugün də sizə tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.